Tədəbbürlə təfəkkürün fərqində əsas fərqlərdən biri budur ki, tədəbbürdə o işlərin nəticəsinə baxaraq qəlbin bir şeyə yiyələnməsidir. Qəlb yiyələnir bir şeyə, amma o işlərin nəticəsinə, aqibətinə baxmaqla. Amma təfəkkürdə bu dəyişiklik, bu yiyələnmə var, amma bu məsələlərin dəlillərinə baxmaqla. Biri nəticələrinə, biri dəlillərinə baxır. Və yaxud tədəbbür barədə deyirlər ki, o dərin təfəkkürdür ki, biz ayələrdə olan o bağlılığı nəzərə alaraq ona çatırıq. Yəni, bir növ təfəkkürdən daha geniş mənadadır. Tədəbbürün də yolu təfəkkürdən keçir. Bəli, belə qısa olaraq demək olar ki, hər təfəkkür tədəbbür deyil. Tədəbbürün daxilində təfəkkür də var, amma hər təfəkkür tədəbbür deyil. Ya başqa ibarə ilə desək, təfəkkür hər hansı bir şeyin səbəblərini, xüsusiyyətlərini araşdırmaqdır. Amma tədəbbür bir şeyin o aqibətini, nəticəsini araşdırmağa şamil olur.